Bismillahirrahmanirrahim. Qədirxum bayramı Allah yanında ən əzəmətli gündür. İmam Sadiq əleyhissalam Qədirxum günü ilə bağlı ravilərdən birinə belə buyurur: Bəlkə zənn edirsən ki, Allah Taala bu gündən daha əzəmətli gün yaradıb. And olsun Allaha yox. İmam 3 dəfə and içərək bu günün əzəmətinə təkid edir. Qədirxum günündə məsum imamlar tərəfindən bir sıra müstəhəb əməllər tövsiyə edilib. O əməllərdən biri də və təkid olunanı da yemək verməkdir. İmam Rıza əleyhissalam hədislərin birində belə buyurur: Mən ət'amə mu'minən kənə kəmən ət'amə cəmi'əl ənbiyəi və siddiqin. Hər kəs Qədirxum günündə bir möminə yemək verərsə, sanki bütün peyğəmbərlərə və siddiqlərə yemək vermiş kimidir. İmam Sadiq əleyhissalam Qədirxum günündə oruç tutan şəxsə iftar verməyin savabı barəsində belə buyurur: Qədirxum günündə oruç tutan bir möminə iftar verən kəs Allahın hərəmində peyğəmbərə, siddiqə və şəhidə iftar verənin savabını qazanar. Allah Taala sizi və bizləri Həzrəti Əlinin vilayətində sabit qədəm eləsin. Bayramınız mübarək olsun.